Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan ediləcək. Moderator.az məlumat verir ki, gününsesi.infonun əldə etdiyi özəl xəbərə görə bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa, su təminatı da qaz təminatı kimi limitlə müəyyən ediləcək. Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin olunması ilə əsaslandırılacaq. Tarif Şurasının gündəliyində olan yeni təklifə görə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur. Göyçayda direktor müavini vəfat edib. Ajans.az məlumat verir ki, Oxu.azın məlumatına görə Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin direktor müavini Müşfiq Əskəroğlu Zərbəliyev dünyasını dəyişib. O, məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini yerinə yetirirmiş.